Bir daha salam dostlar. İndi isə algoritmanın necə qrafika yükləyəcəyik, öz MetaTraderimizi yükləyəcəyik. Onu sizə göstərim. Deməli, mən sizə bu faylları verəcəm. Deməli, burada bizim algoritmanın parametrlərini sizə açıqlayan bir kitabça formasında hazırlamışam. Hansı parametr burada nə işə yarayır ki, impuls bölümündə sizə göstərəcəyəm. Deməli, buradan bir neçəsini izah eləsəm, məsəl üçün bu bütün açıq olduqda bütün sistemlərin hamısını bir yerdə idarə edir. Bağlı olduqda isə hər sistem özünün tek profitləri ilə hərəkət edir. İndi onun algoritmanı işlətdikcə daha dərindən başa düşəsiniz. Məsəl üçün burada magic number vardı. Burada da məsəl üçün siz burada bu magic number nömrəsini burada da mən yazmışam, qeyd etmişəm. Deyələm, bura biz 200 yazdıqsa növbəti magic number'ı 400 yazmalıyıq və yaxud da 500 yazmalıyıq. Yəni aralarında bir 300 ədəd fərq olmalıdır. Burada açıqlamada mən sizə indi daha da ətraflı izah eləyəcəm. Nəysə, bu kitabçanı bir dəm oxuyarsınız. Mən bu dediyim videoda dediklərimə də baxarsınız. Bir İngilis dilində var, bir Azərbaycan dilində. Bunları hər ikisini yazmışam. Bu bizim, bunu təbii sizə verməyəcəm. Bu şeyin kod sistemidir. Sizə verəcəyim budur. Kod sistemimizi də sizə bir dənə göstərim. Algoritma hardasa bir 4000 sətrə yaxın, 3700 sətirlik, 800 sətirlik bir koddur. Algoritmamızın kodu bura qədərdir. Bu bizim algoritmamızın hesaplamasını aparan kod sistemimizdir. Sizə verəcəyim budur. Bu proqramı, həmən bu algoritmanı siz buradan kopyalayasınız. Copy. Gələsiniz sizin MetaTrader'in içərisinə. Buradan data var ki, buranı açırsınız. Algoritmanın dataların olduğu hissə. Buradan GML4 Gmail 4 failini açırsınız. Bunun içərisindən deməli burada expansion algoritmalar var. Algoritmaların olduğu bölüm. Bura deyirsiniz. Bunu yapışdırırsınız bura. Bu hal-hazırda məndə vardı. Sizə göstərmək üçün bir də attım buraya. Bunu atdıqdan sonra siz buradan indikatorların olduğu bölüm ki var. Buradan açırsınız. Burada bir dənə bunu yeniləmə edirsiniz ki algoritma bura düşsün. Bunu yeniləməni etdikdən sonra sizin belə bir algoritmamız gələcəkdir. Bu algoritma gəldikdən sonra isə nə edəcəksiniz? Yeni bir sembollardan yeni bir qrafik açarsınız. Məsəl üçün Avstraliya dolları açdınız. Buradan biz bunun görünürlüyünü biraz daha qəşəng bir şey çevirək. Sonra algoritmamızı, bu algoritmanı sürütləyib atırıq bura. Bura sürütləyib atdıqdan sonra baxın bunun parametrləri var. Bu parametrlər nə işə yarayır? Mən sizə indi bir-bir izah edəcəyim. 1. Bu magic number, yəni algoritmanın, robotun kimliyidir. Bu kimliyi siz məsəl üçün deyələm ki
200 yazdınız. Buradan başlangıç lotu. Başlangıç lotu nədir? Algoritmanı bir daha bunu aktifləşdirim. Bir dəqiqə bu ama işə salmıyor. Canlı işləmi dayandırırıq hələ ki. Bunu vurduq. Algoritma gəldi bura. Algoritma bura gəldikdən sonra baxın, bəzi yerlərdə burada emalar var, görürsünüz. Bu emalar bir-birinin sıralaması ilə görürsünüz necə akkuratına düşür. Buradan sonra bu mavi xətt bu bizim əsas emamızdır. Yəni trendi müəyyən edən budur. Emaların hamısı bu xəttin altına düşdükdə güclü trend sayılır. Güclü trend sayılanda həmən algoritma deməli 0.3 ilə yox və yaxud da 0.1 deyək də, başlanğıc ilə deyək. 0.1 ilə yox, 0.2 ilə. Bazar cılız hərəkətlər eləyəndə, yəni yavaş hərəkət eləyəndə, trend olmayanda, onda algoritma 0.1 ilə alır. İndi siz burada neçə ilə müəyyən eləsəz. Amma trend gücləndikdə avtomatik özü keçir bu birisinə. Daha güclü, daha aqressiv əməliyyatlar alır ki, daha çox qazanc etsin. Bu nədir? Açıq orderlərin yəni trend dəyişdikdə, məsəl üçün deyəlim ki, sizin burada bir neçə dənə əməliyyatınız var. Bunu mən bu bir hesabda göstərim. Buradan deməli tutaq ki, hal-hazırda mənim burada qızılda əməliyyatlarım var. Bu algoritma hal-hazırda real hesabda işləyir. Burada baxsaz, server 11 live. Canlı real hesabdır. Mənim öz real hesabımdır. Burada hal-hazırda bax güclü trenddir. Mavi EMA, qırmızı gold, turuncu gold, bir də yaşıl EMA. Bunlar hamısı görürsünüz akkurat şəkildə bir-birinə simmetrik gedir. Burada güclü trenddir. Qiymət indi hal-hazırda bax, buradan bir dənə əməliyyat açıbdır. Qiymət biraz geri çəkilir. Bu ikinci EMA ki var. Buradan da bir əməliyyat açıbdır. Qiymət bir az yuxarı gedən kimi bunların ikisini də bağlayacaqdır. Nə qədər qazancından bax burada yazıq bax. Take profit 19 dollarlıq bir qazanc götürüb çıxacaqdır. Algoritma sonra təzədən yenə başlanğıc lotuna qayıdacaq. Mən nə izah edirdim? Açıq order olduqda yeni trend lot multiplayeri yəni. Bu nə işə yarayır? Tutaq da ki, mənim burada 2 dənə əməliyyatım var, düzdür? Toplam bundan lotu nə qədərdir? 1-2 dənə əməliyyatım var. Və burada göstərir ki, mənim hal-hazırda alış yönündə 0.08 lotluq bir əməliyyatım var. Mən bu martingale açıq orderlər olduqda yeni trendin bura 0.5 yazmışamsa, burada 0.8'lik bay əməliyyatım varsa, trend əgər dönsə aşağı, burada neçə lot toplamda neçə dənə əməliyyatım var, onların toplamı neçə lotdursa, trend dəyişdikdə, məsəl üçün aşağıya doğru getdi, bunları da hələ ki bağlaya bilməmişəm, deyəlim. Qazancını götürüb çıxa bilməmişəm. Qiymət aşağıya doğru getsə, trend dəyişsə, avtomatik olaraq algoritma yeni trend istiqamətində başlanğıc lotu ki var idi, 0.01, 0.02. O lotundan əməliyyat açmayacaqdır. Buradakı bay yönündəki lotun toplam miqdarı nə qədərdirsə, onun yarı qədəri yeni trendin istiqamətində açacaq ki, həm daha çox qazanc gətirmiş olacaq, həm də ki, digər açıq əməliyyatları bağlanana kimi hesaba çox zərər yazmasın deyə əlavədən orada lot onları qorumuş olacaqdır. Bu məntiq ilə gedir. Sonra isə keçirəm yenə bu birisi funksiyalara. Bu nədir? Martingale lot limiti. Burada
bu açılan əməliyyatlar ki vardı. Məsəl üçün deyəlim ki, burada göstərim. Məsəl üçün burada görürsünüz bir neçədən əməliyyat var. Məsəl üçün buradan bir dənə satış eləyibdi algoritma, buradan bir dənə satış eləyibdi, buradan bir dənə satış eləyib, buradan bir dənə satış eləyibdi. Toplamda nə qədərdir? Sell istiqamətində satış yönündə 0.6-lıq bir dənə əməliyyat vardı. Hər əməliyyatı məsələn deyək ki 0.1 ilə açırsa, ikincini 0.2 ilə açır, üçüncünü 0.3 ilə açır. Belə bu şəkildə lotları 2 qat, 2 qat və yaxud da siz neçə müəyyən eləsəz burada, bu hissədə o şəkildə algoritm açır. Bunların toplamını Martingale'in 3 lota çatdıqda lot limiti ondan böyük lotlardan açmır. Hər açdığı əməliyyatı 3-3 belə açır. Burada mirror sistem vardı. Mirror sistem nədir? Mirror sistem bunu göstərir burada. Hal-hazırda burada aktivləşibdir o sistem. Ki, şərtlər yaranıbdır, aktivləşibdir. Mənim buralarda gördüyünüz kimi, baxın, belə satışlarım var, görürsünüz. Satışlar hamısı tek profit olubdur. Öz qazancını götürübdür. Buradan da mən, baxın, bu hal-hazırda real hesabdır. Mən sizə buradan şeyləri göstərim. Bugün açılan əməliyyatlardır. Görürsünüz, hamısı profitdir. Hamısı profitdir. Burada profit olmayanlar da var. Məsəl üçün deyək ki, 21 dollarlıq profit olmadan Martingale sistemi bağlayıbdır əməliyyatı. Məsələn, bunu 2 dollarla, bunu 5 dollarla, bunu 32 dollar. Belə bağlaya nəticədə 466 dollarlıq bir qazanc veribdir. Nə izah edirdi? Burada bu əməliyyatların toplam miqdarı nə qədərdirsə, o bu Martingale lot limiti onu təyin edir. Mirror sistemində lot limiti, baxın burada görürsünüz mirror sistem targeti yazıbdır. Burada hal-hazırda mənim satış əməliyyatlarım var. Düzdür? Trend dönübdür deyən yuxarıya. Trend dönüb yuxarıya. Alış istiqaməti. Burada da görürsünüz ox işarətləri alış istiqamətini göstərir ki, yəni alış siqnalları gəlir. Algoritma burada əlavə satış lotları eləmir. Bura baxsaz, burada 0.6 ilə sell əməliyyatları var. Bu hissədə isə 1.35 ilə buy əməliyyatı vardı. Burada da statusu yazıb ki, mirror sistem aktivdir. Mirror boss sistem aktivdir. Bu nə edir? Qiymət bura qədər gəldikdə həm buradakı satış əməliyyatlarını, həm alış əməliyyatlarını bağlayacaq. 37 dollarlıq bir dənə qazancla algoritma sıfırlayacaqdır. Sistemi yenidən başlayacaq 0.1 ilə aşmağa. Yəni lotların böyüməsinə imkan verməyəcəkdir. Sonra nəyimiz qaldı? Burada ilk orderin tek profiti. İlk orderin tek profiti nədir? Siz deyələm ki, buradan bir dənə əməliyyat açırsınız. Məsəl üçün bunu bağlayın. Tutaq da ki hamısında açıq əməliyyat var. Elə burada açacağım. Tutaq ki, bunu aktivləşdirək. Deyələm ki, siz buradan algoritma bir dənə alış əməliyyatı eləmək istəyir. İndi bir dəqiqə, bu sistemlər hamısı aktivdir. Ona görə algoritma, burada filtr sistemləri var. Onlar, bu da nə? TDI filtridir. Bir də trend bar filtridir. Bundan mən bağlasam algoritma, gördünüz, sırazı bir dənə alış əməliyyatı elədi. Düzdür, burada normalda almamalıdır. Mən prosto onlara bağladım ki, alsın ki, sizə göstərim. Bura bir dənə take profit atdı. 2.44 dollarlıq. Görürsünüz. Həmən buradakı bu 80 pipslik məsafə budur. Siz bunu neçə yazsaz, yeni əməliyyat açdıqda onun profitini o şəkildə atır. Sonra avtoticarət. Bunu aktivləşdirdikdə algoritma avtoticarətə başlayır.
alış-satışları başlayır etməyə. Sonra trend. Bu trendi müəyyən eləyən EMA 50-dir. Budur. Buradakı mavi rəngdə olan EMA-dır. Bunu siz neçə versiz yazsaz burada trendi ona görə dəyişdirə bilirsiniz. Ki, məsəl üçün deyəlim ki, indi biz gələcəkdə başqa mən videolarda çox videolar çəkəcəm. O videolara baxdıqca bu algoritmanı tam necə işlədə bilərsiniz. Yəni hansı məntiqlə mən yazmışam bu algoritmanı, onu tam tutasınız. Məsəl üçün deyəlim ki, bunu edirəm 80. 80 etdim. Baxın, indi dəyişiləcək. Bu EMA dəyişiləcək. Reset deyirəm buna. Bugün 5-ci gündür. Bazar biraz ləng hərəkət edir. Tik hərəkəti olmur, yəni algoritma bu şeyləri biraz gec yeniləyir. Görürsünüz. Bu yayı biraz dəyişildi. Sonra buradan onun metodunu seçirsiniz. EMA hansı metodundan işləsin. İndi sizin zaten MetaTrader 4-ü işlətməyi bacaranlarınız, bu indikatorların falan nə işə yaradığını bilənləriniz bunu sırazı bilir ki, bunlar nədir. Bilməyənlər üçün mən göstərirəm bunu. Görürsünüz, indi də biraz farklı bir şey oldu. Buradan bu şəkildə bunun metodudur. Ondan sonra baxın, görürsünüz indi necə gedir. Periodu, trendin. Bunları buradan dəyişdirə bilirsiniz. Bu nədir? Trendi müəyyən edən EMA. Burada bir neçə dənə EMA-mız var da, düzdür? Deyəm, tutaq ki, bizim tutaq ki, buradan gələm. Bizim əsas EMA-mız bu mavi xətti, düzdür? Mavi xətti hansı bu EMA-lardan hansı qıranda trend o istiqamətdə sayılsın? Məsələn, necə EMA 2-ni seçmiş olsaz, qiymət bu EMA, yaşıl EMA, mavi EMA-nın üstünə çıxan kimi trendi yuxarı istiqamətdə müəyyən edir algoritma. Yox, əgər siz məsələn deyəlim ki, turuncu və yaxud da qırmızı rəng EMA-nı tutaqda ki, müəyyən etmişsinizsə, trendi təsdiqlənməsi üçün, onda bu qırmızı EMA, mavi EMA-nın üstünə çıxdıqdan sonra algoritma trendin yüksəliş yönündə olduğunu algılayır və alış əməliyyatlarına başlayır. Satış əməliyyatlarını dayandırır. Və hara kimi bunu davam edir? Bax, qiymət deyəlim ki, gəldi. Bura hal-hazırda alış əməliyyatları etməlidir algoritma. Bax, burada ki, qırdı düşdü altına. Bu zaman algoritma trendin yönünü düşüş istiqamətində algılayır. Təbii ki, indi burada başqa faktorlar da vardı. Mən onları da göstərəcəyəm. Prosto mərhələ-mərhələ gəlirəm ki, siz çaşmayasınız. Buradan hansı EMA-nı seçsəz, burada bir neçə dənə EMA var. Mavi, yaşıl rəng EMA, EMA 2-dir. EMA 2 yaşıl rəng olandır. Gold rəngdə olan, qızıl rəngində olan sarı. EMA 3-dür. Turuncu rəngdə olan EMA 4-dür. Qırmızı rəngdə olan isə EMA 5-dir. Sonra bu EMA-ları hesab edirəm ki, başa düşdük. İndi də başa düşməsəz tam, gələcək videolar ki, çəkəcəyəm mən algoritma bəzi taktikalar biz istifadə edəcəyik. Onu da tam aydın olacaq sizin üçün. Zaten mən sizə bunların hazır parametrlərini verəcəyəm.
hazır parametrləri yükləyən kimi bunların hamısı öz yerini tutacaqdır. Prosto sizin öyrənməyiniz və özünüzün də taktikalar yarada bilməyiniz üçün bunları öyrənməlisiniz. Sonra Martingale, Mirror System, Recover və Boss sisteminin dinamik qazanc əmsalı. Bunu dinamik qazancı siz aktiv etdikdə, lotlar böyüdükcə qazanc miqdarını da algoritma sırası böyüdür. Məsələn, deyələm ki, siz bir lotla əməliyyatınız vardısa, algoritma $100 misal deyirəm, bir hədəf take profit özünə müəyyən eləyir. Siz buranı 200 etdikdə, algoritma $200 bir hədəf müəyyən eləyir lot başına görə. Aydındır? Yox, siz bunu, bu treni bağlı etsəz, o zaman bu ücret deaktiv olur. Burada həm Martingale sisteminin qazancını, zaten birinci əməliyyat açanda birinci əməliyyatı biz avtomatik başda veririk. Bu deyə bu take profit olur. Amma Martingale ilə Mirror sistemin, Martingale'in məsələn yazıram ki $10 bir hədəfə çatdı, götürsün, çıxsın. Dinamik deyil. Məsələn, Recover və Boss sistemlərinin hədəfini də deyirəm ki $15. Məsəl üçün də siz buradan bunları testlərinizdə sizin test elədiyiniz valyuta və yaxud da ki maliyyə alətinə görə siz onları istədiyiniz bir kar hədəfinə qoya bilərsiniz, qazanc hədəfinə. Bunları buradan aydın oldu. Bir də burada bütün sistemləri əhatə edən bir qazanc vardır. Məsəl üçün, deyərəm ki, mən bura $200 yazmış olsam, qiymət sənin buradakı məsələn deyərəm ki, tutaq ki, dinamik qazanc əmsalını sən qoymusan, məsəl üçün deyək ki, 200-ə, sənin də lotun, məsələn, 3 lotun var. 3 lotun var. Qiymət gərək geçsin $300 çatsın, məsəl deyirəm. Sənin take profiti götürsün. Sən əgər ümumi qazancı 200 qoymusansa, algoritma həm bay əməliyyatlarını, həm sel əməliyyatlarını ikisini bir yerdə nəzərə alır. $200 bir qazanc varsa, bütün əməliyyatların hamısını bağlayır. Bu məqsədləndir. Siz bunları yoxlayıb, biraz üstlərində test eləyərsiniz, yoxlayarsınız, simulyasiya eləyərsiniz. Necə simulyasiya eləmək lazımdır, onu da göstərəcəm sizə. Sonra, burada stop nöqtələridir. Məsəl üçün, burada hər kəsin qurduğu bir taktikaya əsasən, burada deyələm ki, sən belə Martingale istəmirsən, daşsın bir neçə dənə əməliyyat açmasını istəmirsən, bir dənə əməliyyat açmaq istəyirsən və həm stop, həm də take profit qoymaq istəyirsən. Onda bu hissədən take profiti yazdın, bu hissəyə də sell, stop səviyyəsini, sell səviyyəsini yazarsınız. Sonra burada Martingale səbəti üçün zərər faizi. Deyək, tutaq da ki, bir neçə dənə dalbadal əməliyyat açır. Siz istəyirsiniz ki, bu dalbadal əməliyyatlar bəzən görürsən ki, çox açır. Bazar elə bir şəraitdə olur ki, düzdür, onu bu sistemlər bağlayır. Amma siz istəmirsiniz də ora qədər, deyələm ki, bir zərər açılsın. Onda buradan deyirsiniz ki, mənim hesabımda balansımın yüzdə məsəl üçün 5-ini əgər zərər olubdursa, bu zaman bütün əməliyyatları bağla deyirsən. Bura məsələsini deyələm ki, siz yazsaz, məsələn 30%, sizin balansınızın 30%-i zərərə gedəndə avtomatik bütün əməliyyatları bağlayır. Eyni şəkildə burada Mirror sistemi vardır. Mirror sistemdə burada nədir onun adı? Martingale'in əməliyyatlarını idarə edir. Bu hissədə isə bütün sistemləri idarə edir. Məsələn, istər tək əməliyyat olsun, istər Martingale'in açdığı olsun, istər də ki, digər sistemlər ki vardı, Mirror sistemi, Recover sistemi və Boss sistemi. Bu sistemlərin də hamısını bura bir dənə
miqdar yazdınız, zərər eləyə biləcəyiniz miqdar gözə aldığınız zərəri. Bura yazdınız. Avtomatik algoritma o zərərləri bu sistemlər hər hansısa biri o boyda bir zərərə çatsa, avtomatik bütün əməliyyatları dayandırır. Bu da belə. Sonra gəlirik bu hissəyə. Burada bunlar nədir? Maksimum sürüşmə. Bazar bəzən görsən ki, qiymət sürüşür, split aralığı açılmaq deməyim də, necə deyim, elə sürüşmə verir də, sürüşmə verir. Siz məsələn deyirəm ki, əməliyyat açanda 3 dollarla məsələn zərərdən başlayacaqsa 5 dollardan başlayır. Və yaxud da ki, sizin əməliyyat açdığınız yerdən açılmır, biraz gedir o tərəfdən açır. Bu sürüşmənin ara məsafəsi nə qədər olmalıdır, onu müəyyən edir. Burada 4 yazılan, yəni 40 pips. Bu isə split aralığıdır. Məsəl üçün deyirəm ki, qızılda tutaq ki, məsələn 30 pipslik bir məsafə olur və yaxud da 40 pipslik, 20 pipslik. Xəbər vaxtlarında bu pips aralığı açılır. Məsəl üçün 100 pips, 200 pips kimi ara məsafəsi və yaxud da ki 500 pips kimin ara məsafəsi açıla bilir. Siz onda burada 40 pips yazmağına xəbər vaxtı anidən split aralığı açıldıqda algoritma həmin vaxtı əməliyyat açmır ki, sizi daha çox zərərlə başlasın, əməliyyat almış olsun, ona nəzarət edir. Sonra burada vaxt filtri var. Bunu istəsəz aktivləşdirə də bilərsiniz, istəsəz bağlı edə bilərsiniz. Saat neçədən algoritma işləməyə başlasın, saat neçədə dayansın. Onu deyə bilsə. Burada bu vaxt filtri hansı işə yarayır? Birinci əməliyyat ki açır algoritma. Əməliyyat yoxdur ümumiyyətlə. Bir dənə əməliyyat ki, başlanğıc əməliyyatını açır. Onda bu sahədə riayət eləyir. Məsəl üçün sənin deyəlim ki, burada bir dənə bay əməliyyatın var. Görürsən, burada deyəlim tutaq ki, bir bay əməliyyatın var. Qiymət də yendi gəldi aşağıda. Buralardan məsəl üçün ikinci bir bay əməliyyatı açmalıdır algoritma. Əgər gecə məsəl üçün deyəlim ki, saat 12-yə, 2-yə düşübdüsə, qiymət bura gələndə algoritma sahədə baxmır. Əməliyyatını açır. Bu sadəcə birinci əməliyyatın harda gözləməlidir, onun üçündür. Yəni bunu mən yerləşdirmişəm bura. Siz bunu açıq da qoya bilərsiniz. Mən saat 12-2 arasında elə bunu bağlayıram. Geri qalan vaxtlarda açıq saxlayıram. Sonra order azaltma sistemi. Order azaltma sistemi nədir? Sizə indi qoyacağım buralarda bir nümunə göstərim. Hal-hazırda baxın, burada iki dənə əməliyyatım var mənim, düzdür? 19 dollarla bir qazanca keçən kimin, algoritma bunu biraz yaxınlaşdırayım. 19 dollarla bir qazanca keçən kimin bu iki əməliyyatın ikisini də bağlayacaqdır robot. Mən buradan deməli, bir dəqiqə, recount start deyirəm. Buradan deyirəm ki, məsələn 2 dənə əməliyyat. 2 dənə əməliyyat buna enter vuran kimi mənə 1 dollarlıq da deyim. O da şeylə faiz dərəcəsi ilə gedirdi, onu da göstərəcəyim. 1 dollarlıq qazanca keçən kimi də 19 dolları gözləmir. Sırası açıq əməliyyatları bağlayır, balans şeyi sıfırlamağa çalışır. Açıq əməliyyatları slotu böyütmək qoymur böyüməyə. Bu ondan yanadır. Hal-hazırda mən məsəl üçün bu qızılda bunu 3 eləyirəm. Yaxşı. Sonra biz keçirik bura. Bu sayı neçə qoysaz, açıq əməliyyatlar o sayını keçdikdən sonra algoritma azaltma sisteminə keçəcəkdir. Bütün hamısını yığıb saxlamır. Məsəl üçün deyəlim ki, tutaq ki, burada bir neçə dənə əməliyyat. Deyəlim, burada bunun bir neçə dənə əməliyyatı var, düzdür? Qiymət bir tıkla geri çəkilən kimi bu axırıncı zərərdə olan əməliyyatı bağlayır. Bir də üstdən təzə aldığı əməliyyat ki var idi. O ikisini bağlayır. 2 dənəsini əlindən çıxardır. Sonra qiymət bir xırda yuxarı gedən kimi bir dənəsini də satışını eləyir. Adıca gələn kimi bundan sonraki əməliyyatı. Bir əməliyyatları bağlayır. Qiymət bura gəlib çatmasa belə o əməliyyatları algoritma əlindən çıxarır ki, zərər böyüməsin deyə. Bu da bir sistemdir. Bunun içərisinə yerləşdirmişəm algoritma. Bu da onun qazanc əmsalıdır. Məsələn, deyəlim ki, buna neçə faiz yazsınız. Məsələn,
Buna siz məsələn 10 yazıbsınızsa, bir lotluqda toplam əməliyyatların sayısı bir lotdur. Bu bir lota çatdıqda sırazı bir lotluq əməliyyat açmısınızsa, burada da əgər 10 yazılıbsa, qazanc 10 dollarlıq bir qazanca keçən kimi profit. Sıraz əməliyyatı o 2 dənə əməliyyatı bağlayır. Bunu siz eləsəz, məsəl üçün 50 yazsaz, algoritma gözləyəcək ki, qazanc 50 dollara çatsın, bağlasın. O azaltma sistemi, order azaltma sistemi həmən o işə yarayır. Bir də burada yetim order deyə bir şey vardı. Bunun özüm də gülürdüm. Bu onun adını yazanda. Özüm belə murta yazmışam. Bunu belə. Bu yetim order nədir? Məsəl üçün tutaq ki, bir dəqiqə keçin bura. Bizim bu hissədə deyəlim bir əməliyyatımız burada, ikinci əməliyyatımız, üçüncü əməliyyatımız. Düzdür? 3 dənə əməliyyatımız var. 3 dənə əməliyyatımız varsa, qiymət az bir şey geri qayıdan kimi bu rekondur, yəni order azaltma sistemi birinci əməliyyatla ən axırıncı əməliyyatı ikisini birləşdirib müəyyən bir bizim təyin elədiyimiz qazanc miqdarında götürüb çıxacaq. Ondan sonra ortada ki, məsələn, ikinci əməliyyat ki var idi, o tək qaldı. İkinci əməliyyat bizim başlanğıc lotumuz ki vardı burada 0.1 və yaxud da 0.2. Bizim başlanğıc lotumuzdan böyükdür. Məsələn, burada deyəlim başlanğıc lotumuz 0.1 idi, burada oldu 0.3, burada oldu məsələn 0.6. 0.6 ilə 0.1 bağlandı, arada 0.3'lük bir və yaxud da 0.2'lik bizim əməliyyatımız qalmış oldu. Algoritma onu başlanğıc lotundan böyük gördüyü üçün onu risk hesab eləyir. Çünki sənin müəyyən elədiyin risk miqdarından böyükdür. Onu bağlamağa çalışır. Qiymət orada gəlib çatan kimi bir 3-5 dollarlıq bir məsafədə siz onu necə müəyyən etsəz, məsəl üçün mən bura 1 dollar yazsam, o əməliyyat 1 dollar qazanca keçən kimi sırazı onu bağlayacaqdır. Bu da ondan yanadır. Bu TDI nədir? TDI bir filtrləmə sistemidir. Bir neçə dənə indikatorun hesablamasından bunu qoymuşam. Bu nə edir? Bu hal-hazırda baxın, burada qırmızı işarətlər var, görürsünüz ekranda. Bu qırmızı işarətlər TDI-in siqnalıdır. Əgər trend düşüş yönündə olsa, məsəl üçün biz müəyyən eləmişik, deyəlim bu trendi qırmızı bu gold rəngi şey var ki, EMA2 var. Mavi rəng EMA-nı kəsdikdən sonra deyirik ki, əgər bunu kəsdisə, indi biz hansını müəyyən etmişiksə da, burada o qədər detay vardır ki, mən yəni konkret sizə birini deyə bilmirəm, misal çəkirəm. Bu, siz hansını müəyyən etsəz, altına düşən kimi düşüş siqnalı verir. Bunu TDI də dəstəkləyirsə, algoritma satışa keçir. TDI dəstəkləmirsə, trend dəyişsə belə, algoritma satışını və yaxud da alışını eləmir. Bu da TDI-in parametrləridir. Siz buradan istədiyiniz parametri həmən vaxtda bazar şəraitinə görə reglovqalayıb düzəldə bilərsiniz. O parametrləri yaza bilərsiniz. Onların hamısını gələcək videolarda sizə göstərəcəm. Sonra burada virtual ox məsafəsi var. Bu nədir? Bu algoritmanın işləməsinə bir nəsə zərər və yaxud da xeyir verəcək bir şey deyil. Bu sadəcə bu ekrandakı bu oxlar ki var, bu oxların şamlarla aralarında nə qədər məsafə olsun onu göstərir. Deyəlim ki, biz bunu hara getdi onlar? Burada mən TDI ox məsafələrini 15-dən məsələn 5-ə yendirsəm, bu gəlib girəcəkdir bunun içərisinə, şamın içərisinə. Və yaxud da çox yaxın olanda ekran görüntüsünü pozur, xoşa gəlin bir mənzərə yaratmır da. Bunları
Bu da bunu mənə bir dənə parametr qoyardım ha ki, hamısı eyni yerdə dursun. Bunu məsələn deyəm ki, valyutalarda günlük hərəkət miqdarı və yaxud da şamların uzunluğu 100 pips, 200 pips, 500 pipsdirsə, bu mən buna məsələn 500, 300 pipslik bir məsafə yazsam, bu deyərəm ki, o öz yerində duracaqdır. Amma siz bunu qızıla atanda, qızılda bir günlük məsafə, indiki bu bir neçə günün zaman aralığını deyirəm, yanvar ayının 30'unda bir bildizdən möhkəm bir düşüş oldu. 1000 dollara yaxın qiymət düşdü birdən-birə. İndi də hal-hazırda günlük missiya 10.000, 15.000 pipslik bir məsafə hərəkət edir. Onda bunlar, oxlar çox uzağa düşəcəkdir və yaxud da gəlib girəcəkdir bu şeyin dibinə, şamların dibinə. Ona görə hər valyutada bunları siz bir dənə reqlovqalayasınız ki, həmən valyutada həmişə bu ilə işləsin. Sonra keçirəm bura. TDI bu trend bar filtri nədir? Bu trend bar filtri də burada görürsünüz, oxlar var. Bu oxlar qiymətin yuxarı getdiyin siqnalını verir. Trend dəyişəndə o cür əks istiqamətdə verir. Bu bizim burada nə işimizi yarayacaqdır? Tutaq da ki, siz bunu əgər aktiv etmişsinizsə trend bar filtrini, trend yuxarı olduğu müddətcə və bu trend bar da mavi rəngdə siqnal verirsə, yəni ki, alış etmək olar. Algoritma o trendin istiqamətində alış əməliyyatlarını yerinə yetirir. Trend dəyişmədən, məsəl üçün bu EMA-lar əsas EMA xətti olan mavinin altına keçməmiş, nə qədər ki keçməyib aşağıya, trend yuxarı sayılır. Amma qiymət korreksiya eləyir, geri çəkilir. Əgər bu trend bar gördüsə korreksiya şamları gəlir, alış əməliyyatlarını dayandırır. Haçana kimin gözləyir ki, alış qiymət gəlsin, düşsün. Təzədən yüksəlməyə başlayanda bir də başlayır alış əməliyyatlarına. Yox, əgər baxın, məsələn, mən burada sizə real hesabda göstərim. Hal-hazırda məndə real hesabda görürsünüz. Bir dəqiqə geri alım. Bax, burada görürsünüz nə qədər satışlar olubdur. Hamısı take profit, hamısı take profit olub gəlib. Qiymət gəlib, axırıncı bu iki dənəni açıbdır. Birini buradan açıbdır, algoritma satış edib. Qiymət düşməyib. Qayıdıb. Gəlib